Dolub daşan tullantı su xəttləri, üfunət iyi verən zirzəmilər, sakinlərin yaz-qış şikayət etdiyi bu məsələnin kökündə nə dayanır? Doğrudanmı aidiyyəti qurum məsələ ilə bağlı tədbir görməkdə gecikir? Ya da bəlkə problemin kökünü özümüzdə axtarmalıyıq? Tullantı su xəttlərində baş verən tutulmalarla bağlı ard-arda gələn müraciətlərdən sonra iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə üz tutduq və suallarımızı ünvanladıq. Onlar da dedilər ki, biz bütün imkanlarımızla əlimizdən gələni etməyə çalışırıq. Amma sakinlər də bu məsələdə səhlənkar davranırlar. Bizə bunu deməyə elə tullantı su xəttlərindən çıxardıqlarımız əsas verir. Pampers çıxır, paltar çıxır, hətta bir inək kəlləsi çıxmışdı. Dəfələrlə olub, özüm şahidi olmuşam. Ərazilərdə, binaların çıxış quyularına olan xəttlərin özündə pampers dəfələrlə çıxır. İndiki salfetlər ərimir, yəni suda ərimir. Atırlar, gəlir preslənir, düyün yaranır, suları xaric olunmasının qarşısını alır. Nəticədə tutulma zirzəmilərə dolur. Qurum rəsmisi deyir ki, bəzən tutulan borulardan çıxan əşyalardan özümüz belə utanırıq. Təsəvvür edin ki, su xəttlərinə yağ tökülür, qızğın yağ. Həmin xəttlər çirkəb suların axıdılması üçün nəzərdə tutulur. Yalnız xətt, yəni adi evdə istifadə olunan yağı da belə tökmək olmaz. Yəni yağlanma müəyyən müddətdən sonra boru diametri 100 mm-dirsə 50 diametrə qədər gəlib çıxır. Bunu heç müəyyən avadanlıqlarla da belə aça bilmirik. Məcburiyyət qarşısında xətt dəyişilməlidir. Paytaxt sakinləri arasında da bu kimi halların elə sakinlərin özlərindən qaynaqlandığını bildirənlər var. Hər şey atırlar, nə gəldi əllərinə atırlar, təmizliyə fikir vermirlər, ona görə də kanalizasiya tutulur. Qəza xidməti də daima gəlir, təmizləyib gedirlər, onlardan narazı deyilik. Düzgün deyil, düzgün dəyərləndirmirəm ki, əlimizə hər bir keçən bir şeyi kanalizasiyaya ataq. Təmizlikdir. Uşaqlar bizdən öyrənir axı. Özü pampersi, necə olar kanalizasiya, o boydan pampersi, necə atmaq olar kanalizasiya? Qurumdan o da bildirildi ki, gün ərzində xəttlərdə baş verən qəzaların %90-ı məhz tutulmalarla bağlıdır. Sakinlərdən bu məsələdə daha diqqətli davranmaları xahiş olunur. Nigar Polad, Yusif Kərimli, Vüsal Cəfərov, Xəzər xəbər.